Pula qızıla görə öldürüb onu. Yazıq dögül, alardın qızılın, pulun, gətirib atardın yerinə də, ya polisə aparıb təhvil verəydin. Kör adamdır da səni tanımır, eləmir. Nüşün öldürürsən bunu. Xaçmazda 2 il əvvəl itkin düşən qadının meyidi tapılıb. Məlumata görə görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirova 2023-cü ilin iyulun 18-də itkin düşüb. Ötən dövr ərzində onun axtarışları aparılıb. Mayın 1-də qadının meyidi rayonun Əzizli kəndi ərazisindəki meşə massivində tapılıb. Səhər çıxmayıb, gecə saat 2-də. Dal küçədə orada qapı var da bizdə. Oradan çıxıb gedib, mən də yatmışam yuxarıda. Nə bilim, bu qaçacaq, gedəcək. Yığıb paşım, paltarın sumkuya gedib. Kaşloku açanda görüb ki, kaşloklu olurdu pulla. Pensiya alırdı, hər ay alıb pulumu verirdim özünə. 1000 manat içində kaşlokunun pul olur. Pul, qulağında sırğa, üzük. Götürüb çıxıb gedib də içinə. Aparıb sürün meşiyə, soyub, itəliyim maşından atıb yerə. Amansızcasına öldürüb onu, amansızcasına. Olsaydı qəza, maşın vursaydı, deyərdim, hə, maşın vurub, qəza olub. Ancaq bu qəza deyil, sən bunu apar zülümlə öldür. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törətməkdə şübhəli bilinən Xaçmazın Xaspoladoba kənd sakini, taksi sürücüsü Xəqani Rəhmətov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.